əslində kainatda nə qədər mərhəmət misalları varsa, ki, bayaq əslində təbiətdəki mərhəmət misallarından biz danışırdıq ki, bir dənə toyuq öz başını qurban verir bir tülkünün itin ağzına ki, öz balalarını xilas etsin deyə. Və bütün canlılarda bu var, yəni də ki, penguenlər daha buzluqların içərisində yumurtalarını, erkək dişi növbələşə yumurtalarını saxlayırlar da. Bu niyedir? Niyə bu qədər əziyyət çəkirsiniz də yeyəndə? Aslında bir mərhəmət hissinə, şəfqət hissinə bağlayır sanki. Bəlkə o, təbii ki, biz bu dəqiqə insana mərhəmətdən biz danışırıq. Onlar mərhəmət deyə bir şey yoxdur onların dilində, ağıllarındakı ağılları yoxdur. Amma görürük ki, mərhəmət təzahürləri var onlarda, təcəlliləri var onlarda. Əslində biz görürük ki, bu mərhəmət bir qaynaqdan onlara və hər kəsə verilir. Əslində mərhəməti dünyadan qaldırdığımız zaman dünya yaşanmaz hala gəlir. O baxın, bəs bu qədər mərhəmət hardan deyən burada?